Salam dostlar, hər birinizi sevgi ilə salamlayıram. Biz tez-tez düşünürük ki, niyə arzularımız reallaşmır? Çünki bəzən köhnə inanclarımız yeni imkanlara yer qoymur. Bugün sizinlə birlikdə həm o maneələrdən azad olacağıq, həm də kainatın sonsuz bolluk frekansına bağlanacağıq. Özünüzə rahat bir məkan seçin, heç kimin sizi narahat etməyəcəyi bir yerdə oturun və yaxud uzanın. Əgər tam təslimiyyətdə olarsanız, bu çalışmadan sonra heç bir şey əvvəlki kimi olmayacaq. İndi daxili dünyana açılan o qapının önündə durmağa hazırsansa, gözlərini yavaşca yum və diqqətini sadəcə burnundan daxil olan o sərin nəfəsinə yönəlt. Dərin bir nəfəs al və nəfəsini ağzından verərkən bədənindəki bütün gərginliyin, daxili yükün və ağırlığın nəfəsinlə birlikdə ağzından çıxdığını xəyal et, hiss elə. Hər nəfəsdə biraz daha dərindən, biraz daha sakit. Düşüncələrinin gəlib keçməsinə icazə ver. Onları susturmağa çalışma. Onlarla savaşma. Sadəcə uzaqdan keçən buludlar kimi müşahidə elə. Diqqətini zehnindən yavaş-yavaş aşağıya, qəlbinin tam mərkəzinə indir. İndi sən zehninlə deyil, qəlbinlə görməyə başlayırsan. İndi özünü təsəvvür et ki, möhtəşəm, qədim və naxışlı bir qapının önündə olduğunu. Bu qapı sənin həqiqi varlığına açılan ilahi qapıdır. Lakin bu qapıdan keçmək üçün bugünə kimi üzərində daşıdığın bütün köhnə inanclardan, bütün mənfi duyğulardan, sənə aid olmayan o ağır yüklərdən tamamilə azad olmalısan. Həmin qapının yanında canlı, titrəyən və parıldayan mor rəngli bənövşəyi bir enerji topunun olduğunu xəyal elə. Bu enerji topu ilahi təmizlənmənin və dəyişimin enerjisidir. Bugünə kimi üzərində daşıdığın tüm mənfi duyğuları bir-bir əynindən çıxaracağın köhnə paltarlar kimi düşün. Onları, bu bənövşəyi enerjiyə təslim etməzdən əvvəl qəlbinin dərinliyindən onlara belə səslən.
bugünə kimi mənə etdiyiniz xidmətə görə, sizə öyrəndiyim bütün dərslərə və qazandığım təcrübələrə görə hər birinizə tək-tək təşəkkür edirəm. Artıq bu andan etibarən yolumuz ayrılır. Sizi öz üzərimdə və zəhmətimdə daşımaqdan artıq vaz keçirəm və sizi ilahi işığa göndərirəm. Bugünə kimi üzərində ağır bir yük kimi daşıdığın rədd edilmə duyğusunu, o boz və ağır köynəyi əynindən çıxart və bənövşəyi enerji topunun tam mərkəzinə at. O mor enerji bu duyğunu necə anında öz içində əridib təmizləyir. İndi sırası ilə digər duyğularını tək-tək üzərindən çıxarmağa başla. Bugünə kimi yük olaraq üzərində daşıdığın günahkarlıq duyğusunu, o qaranlıq libası əynindən çıxart və bu enerjiyə təslim et. Peşmanlıq duyğusunu üzərindən çıxart və o qaranlıq libası da bu enerji topunun içinə təslim et. Bugünə kimi üzərində daşıdığın öfkə, qəzəb və kin duyğusunu da sırası ilə o ağır yükləri də libas olaraq üzərindən tək-tək çıxar, bənövşəyi nurun içinə at. Hər üzərindən çıxardığın libas olaraq duyğularını mor enerjiyə təslim etdikcə nə qədər yüngülləşdiyini, həfiflədiyini hiss elə. Eyni ilə uğursuzluq duyğunu da, bacarıqsızlıq inancını da, sən edə bilməzsən deyən o yalançı səsləri əynindən bir yük kimi çıxardaraq ehtiyatla bənövşəyi enerji topunun içinə at. Uğuru davam etdirə bilmərəm inancını da üzərindən bir libas olaraq çıxardaraq həmin enerjiyə təslim et. Mühakimə olunma və tənqid qorxusunu bir libas olaraq o sıxıcı, dar paltarı da çıxardaraq bənövşəyi enerjinin içinə burax. Dəyərsizlik duyğunu ağır bir libas olaraq əynindən çıxar, mor enerjinin içinə at. Yalnızlıq duyğunu, çarəsizlik duyğunu çıxardaraq üzərindən tək-tək bənövşəyi topun içinə at. Atdıqca nə qədər yüngülləşdiyini hiss edirsən. Və əlavə olaraq hansı duyğu varsa səndə, onu da bugün burada üzərindən çıxararaq
o benəşəyi topun içinə təslim et. Və hər birini atdınsa, bugünə kimi daşıdığın o negativ inanclar, sənə sonradan yüklənmiş bütün o yalanlar indi o mor enerjinin içində saflaşır. Sən isə indi tərtəmiz, ağappaq bir köynəkdəsən. Safsan, yüngülsən. İndi o bənövşəyi enerji topuna bax. O sənin bütün negativlərini uddu və indi parlaq bir transformasiya gücünə çevrildi. Sən o topu əllərinlə yuxarıya, göyə, ilahi yaradanın nuruna doğru qaldıraraq göndər getsin. İndi həmin mor enerji göyə yüksəldikcə onun arxasından baxaraq sürətlə getdiyini müşahidə elə və o mor enerji topu ağappaq ilahi bir nura çevrilərək kainatın bərəkətinə qarışdığını xəyal gözünlə gör. İndi qarşındakı o qapı açılır və o açılan qapıdan içəri daxil ol. Və daxil olan anda qarşında bir koridorun olduğunu və bu koridorun alaqaranlıq olduğunu görürsən. Amma sən cəsarətlə bu koridorla irəlilə. İrəlilədikcə hər addımda divarların incəldiyini, şəffaflaşdığını fərq elə. Koridor getdikcə parlaq bir işıqla dolmağa başlayır. Və koridorun tam sonunda ağ-qızılı rəngdə parlayan bir müqəddəs qapı olduğunu xəyal gözünlə gör. Gedərək o qapını aç və içəri inamla daxil ol. Bura Yaradanın sonsuz bolluq və bərəkətinin məkanıdır. Böyük bir məkandır. Burada hər şey mümkün. Burada heç bir mühakimə yox. Burada kimsəni yargılamaq yox. Burada sadəcə sevgi, mərhəmət var. Sən bu qapıdan içəri girər-girməz o sevgini, mərhəməti bütün varlığınla hiss elə. Ətrafına boylandıqca burada saysız hesabsız ağ şəffaf işıq toplarının olduğunu görürsən. Bu şəffaf işıq topları hər biri içində sənin bugünə kimi niyyətlərin, arzun və duaların var. İndi bugün sən olaraq ən böyük hansı arzun varsa, birinci onu parlaq bir şəffaf işıq topunun içində gör. Və o parlaq işıq topunu əlinə al. O işıq topunun içində o sənin xəyal etdiyin arzunu gözlərinlə gör. Və o şəffaf işıq topunun içində
olan uğuru və huzuru da hiss et. Və o huzurla birlikdə o işıq topunu gətirərək tam qəlbinin mərkəzinə yerləşdir. Və indi o arzun, o niyyətin işıq topu ilə birlikdə sənin qəlbində məskən saldı. Səninlə birləşdi, uyumlandı. Və indi digər arzularını, həyatında gerçəkləşmək istədiyin digər arzularını da eyni qayda ilə tək-tək öncə əlinə götür, içində öz reallaşmasını istədiyin arzunu xəyal et və o huzuru, sevgini hiss edərək gətirib qəlbinə yerləşdir. Bütün digər arzularını da tək-tək o işıq topu ilə birlikdə şükür edərək inamla qəlbinə yerləşdir. Və indi bu arzularını tək-tək yerləşdirdinsə, qəlbinin mərkəzinə odaqlan və qəlbində göy qurşağı rəngində rəngarəng və parlaq işığın olduğunu gör. İndi bütün arzuların artıq sənin daxilində, sənin vibrasiyandadır. Dərin bir nəfəs al. Nəfəsini verdikdə qəlbindəki o rəngarəng enerjinin bir lazer şüası kimi qəlbindən çıxdığını və bütün kainata nəhəng enerji dalğası olaraq səndən yayıldığını təsəvvür et. Sənin qəlbindən çıxan enerji bütün dünyanı əhatə etdiyini, kainatın ən uzaq nöqtələrinə çatdığını xəyal gözünlə müşahidə elə. Və indi kainatdan sənə cavab gəlir. Göndərdiyin o enerji daha böyük bir güclə başının üzərindən bir göy qurşağı şəlaləsi kimi geri sənin aurana süzülür. Bu şəlalə sənin auranı bolluq, bərəkət və ol enerjisi ilə doldurur. Bunu burada xəyal edərək bütün hüceyrələrinə qədər hiss elə. Tamamən bu kainatdan gələn enerji sənin auranla birlikdə səninlə bir və bərabər olaraq varlığına həkk olunur. İndi bu yüksək frekansı və bu möhtəşəm anı mühürləyirik. Xəyalən auranın önündə, arxasında, sağında və solunda böyük qızılı bir güc simvolunu xəyalən cız. Və bu güc simvolunu burada, bu anda auranda, bədənində sabitlə. Və indi
daxili səsinlə mühürləyirəm, mühürləyirəm, mühürləyirəm. Söylə. Və dərin bir nəfəs al və bir qədər bu enerjidə bu anda beləcə qal. Və hazır olduğunda yumuşaq şəkildə yeni reallığına gözlərini aç.